Deməli, bu sualda reaksiya yazaq öncə. Həcm veriblər, bu bərabərdir ki, yazaq yadımızdan çıxmasın. 0,6 mol H-xlordur, 0,4 mol hidrogendir və 0,4 mol da xlor qazıdır. Eyni temperaturda qaba, eyni temperaturda deyirsə artıq burada K-nın qiymətinin dəyişməyəcəyini bildirir. Buradan biz K1-i tapsaq, yəni birinci tarazlıq sabitini tapsaq, hamısını, yəni təbii ki 2-yə bölmək şərti ilə olacaqdır 0,2 vur 0,2 bölünsün 0,3-ə, yəni daha doğrusu 0,3-ün kvadratı. Bu deyilir 0,2-nin kvadratı, yəni vergülləri silək, 2-nin kvadratı 4, 3-ün kvadratı 9. Beləcə saxlayıram bunu. Sonra deyir ki, 1,4 mol H-xlor qazı əlavə edirik. 1,4 mol əlavə edirik. Burada cəmi nə qədər olur? 2 mol. Və 2 mol əlavə eləyəndə molu qədər, yəni hansını əlavə eləmişiksə, onun əks istiqamətdə yönəlir də tarazlıq. Molu qədər azaldırıq, yəni 2x çıxırıq burada. Onda o birisilərin, yəni soldan sağa yönəlirsə, onun üzərinə gəlirik eyni zamanda. 0,4 üstə gəlsin x, 0,4 üstə gəlsin x. İndi yenidən K-nı hesablayırıq və tarazlıq qabda neçə mol xlor 2 qazı olmuşdur, soruşur bizdən. Deməli, yenə də yuxarıdan yazım. Bir dəqiqə, ya da buradan yazaq. K-nı hesablayanda yenə də H2-nin vurulsun xlor 2 bölünsün H-xlorun kvadratı yazırıq da. Elə bu K-nı biz bayaqlarım tapmışıq. 4 bölünsün 9. 4 böl 9. H2-ni yenidən 0,4 üstə gəlsin x. Məxrəcində yenə də həcm vurulsun. 0,4 üstə gəlsin x bölünsün həcm. Bu dəfə 2 çıxılsın. 2 çıxılsın. 2x bölünsün 2 kvadratı. İndi belə eləyək də, bax, hamısı kvadratıdır. Ona görə də 4 böl 4-ü də 2-nin kvadratı kimi yazıram. 9-u da 3-ün kvadratı kimi yazıram. Elə bu hamısından kök alıram. 2 böl 3 bərabərdir. 0,4 üstə gəl x böl 2. Bunu tərsinə çeviririk də. Kvadratdan çıxardandan sonra 2x. Bu da 2. Adi qayda ilə həll edək. Deməli, 2 bölünsün 3. Sürəti sürətə vuranda 2-ni 0,4-də 0,8 üzərinə gəlsin 2x bölünsün. 4 çıxılsın, 4x. Çarpaz vuraq. 8 çıxılsın, 8x bərabərdir. 2,4 üstə gəlinsin. 2-yə varanda 6x. 6x, 8x sağa keçsə 14x. Bu da sola keçsə 8-dən 2,4 çıxanda deməli 0-dan çıxanda 6, 7-dən 2 çıxanda 5,6. X də bərabərdir 0,4 eləyəcəkdir. X 0,4. İndi geri qaydaq nə istəmişdi bizdən? Tarazlıq yarandıqda qabda neçə mol xlor qazı olacaqdır? X-imiz 0,4-dürsə xlor qazıdır. Xlor qazı 0,8 olacaqdır. Y.